Nahid, bura nədir? Bura deməli vaxtilə karyer yeri oldu. Burada da maşallah balıq tuturlar. Var da balıq burada. Var, az da olsa çox şükür var. Nahid, sənlə mənim danışmağımın bir səbəbi var. Bəzən balıqçılar gəlir toku atırlar suya, Bəli. bütün balıqları, canlıları məhv edirlər. Yəni Bütün bu zaman. çox məsuliyyətsiz və vəhşi bir davranışdır. Mən də Azərbaycan Balıqçılar İttifaqının İmişli üzrə nümayəndəsisən Nahid. Bunlarla bağlı siz nə tədbir görürsünüz burada? Kürü vermə dönəmidir. Həmin o tokçular sahilə yaxın yerlərdə balıq axtarırlar. Sözsüz ki, balıq sahilə gələcək. Çünki günəşin şüasını almalıdır. Orada o kürülər yetişməlidir ki, o kürüləri müəyyən otların arasına yəni yapışdırsan. Konkret Bəli, bəli, şəkil foto çəkilib, sizin haqqında məlumat verəcək. Özür olaraq polisə təhvil verirsiniz Ya, də. bəli. Böyük iş görürsünüz. Mən buna görə təşəkkür edirəm. Bir də görürsən o sintetik torları cürbəcür atırlar. Balığın, canlıların su hövzələrində soyqırımı gedir. Və bu məsuliyyətsiz insanlar düşünmür ki, bu balıq, bu canlılar bütün insanlar üçündür. Sən bunu məhv eləməklə sən bütün insanların çörəyinə bais olursan. Bəli. Təbiətə ziyan vurursan, bu cür insanlara güzəşt olmamalı.